İrəvandakı Rus kitab evinin yaxınlığında Ermənistan və Rusiya bayraqlarının yanında daha bir bayraq qaldırılıb. Global Info AS xəbər verir ki, bu barədə Fakt qəzeti məlumat yayıb. Nəşr yazır ki, ərazidə Avrasiya İqtisadi İttifaqının bayrağının qaldırılması müzakirələrə səbəb olub. Məlumata görə, təşəbbüsün müəllifi erməni ictimai siyasi xadim, Mənim ölkəm, mənim Ermənistanım ictimai hərəkatının rəhbəri Miguel Avitisyandır. Avitisyan paytaxtda Avrasiya İqtisadi İttifaqı bayrağını qaldırmaqla Ermənistanın Avropa İttifaqına yönəlməyəcəyinə, onun üçün sərfəli yerdə qalmaqda davam edəcəyinə açıq siqnal verdiyini bildirib. Bu addım erməni ictimaiyyətində maraqla qarşılanıb. Avropaya yönəlmək istəyən kəsimlə Rusmeyilli qüvvələr arasında müzakirələri səbəb olub. Qeyd edək ki, bundan öncə Rusiyanın Xarici İşlər Nazirinin müavini Mixail Galuzin Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmaq ya da Avropa İttifaqına getmək arasında seçim etməli olduğunu deyib. Bu iki təşkilata eyni anda üzv olmağın mümkünsüzlüyünü vurğulayıb. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.